Hörmətli təchizatçı, müsabiqədə iştirakınızı qəbul etdikdən sonra qarşınızda iki əsas bölmə açılır. Texniki meyarlar və maliyyə meyarları. Texniki meyarlar bölməsindəki suallara cavab vermək üçün texniki meyarlar hissəsinə keçin. Diqqət! Bu bölməyə maliyyə təklifi ilə bağlı heç bir məlumat və ya sənəd əlavə edilməməlidir. Bura yalnız texniki təklif ilə bağlı tələb olunan texniki məlumatlar və ya sənədlər əlavə edilməlidir. Çünki texniki meyarlar bölməsindəki məlumatlar yalnız texniki təklifiniz qiymətləndirilən zaman yoxlanılır. Bütün sualları görmək üçün daha çox göstər düyməsini sıxın. Bura yalnız tələb olunan texniki parametrləri əks etdirən sənədləri əlavə edin. Texniki meyarlar bölməsindəki bütün sualları cavablandırdığınızdan və bütün lazımi sənədləri yüklədiyinizdən əmin olun. Başqa bölmə yoxdursa, yadda saxla düyməsini sıxın. Daha sonra maliyyə meyarları bölməsinə keçin. Bu hissə sizin maliyyə təklifinizi təqdim etməyiniz üçündür. Burada maliyyə təklifini əks etdirən məlumatları və sənədləri əlavə edə bilərsiniz. Maliyyə təklifiniz məhz bu bölmədə qiymətləndirilir. İlk növbədə, əgər avans ödənişi tələbi varsa, faizi daxil edin. Əgər avans ödənişi tələbi yoxdursa, 0 qeyd edə bilərsiniz. Həmçinin burada yer alan həcm və qiymət cədvəlində tələb olunan bütün xanaları mütləq şəkildə doldurun. Qiymət təklifinizə ƏDV-nin əlavə edilməyini istəyirsinizsə, ƏDV düyməsini aktivləşdirin. Bütün məlumatların və sənədlərin düzgünlüyündən əmin olduqdan sonra yadda saxla düyməsini sıxın. Ən sonda təklifi göndər düyməsini sıxaraq təkliflərinizi göndərin. Təkliflərinizi göndərdikdən sonra ekranda istifadəçi təcrübəsi sorğusu açılacaqdır. Sorğunu tamamladıqdan sonra təsdiqlə düyməsini sıxaraq iştirakınızı tamamlayın. Uğurlar!